İmam Hüseyin əleyhissalamın Kərbəlasının barəsində danışırıq və İmam Hüseyin əleyhissalam səbri təəccübə gətirdi və Kərbəla şəhidləri və xanım Zeynəb. Həqiqətən səbri təəccübə gətirdilər. Ona görə də Kərbəla keyf vadisidir, ləzzət vadisidir. Mən Kərbəlaya gedəndə hərdən istəyirəm ki, hərəmə gedim, nə namaz qılım, nə dua eləyim, nə hacət istəyim. Hərdən məndə, bilməm gedənlərdə olur ya yox. Bəzi günlərdə elə bir hal olur məndə ki, bir dəfə qismət olsa gedəndə, gedin oturun zərihin yanında, ləzzət alın. Görsən ki, başdan ayağa hərəm ləzzətə qərq olub. Vallahi belədir. Kərbəlada belə bir hal var. Bir son nəyin ləzzətidir? O aşiqlər ki, səbirdən orada ləzzət alıblar, həmin məkanda olub, o sirayət eləyib ora, gedirsən, sən də düşürsən o ləzzətin təsirinə. Adam hərdən Kərbəlaya sırf ləzzət üçün getmək istəyir, vallahi. Gedin müşahidə eləyəsən, heç bəzən hacət üçün istəmirsən, çox vaxtı Kərbəlada ümumiyyətlə hacət çox yada düşmür. Çünki ləzzət vadisidir. Ləzzət vadisidir. Ora qədəm qoyanda bir dəfə zərihə elə ləzzət niyyəti ilə baxın görəcəksiniz. Hərdən adam bir şeydən ləzzət almaq istəyəndə verir adam ona görə. Baxın ki, baxırsan görürsən ki, adam məst olur orada, məst sözün əsl mənasında. Aram olur, çıxmaq istəmirsən oradan. Heç nə dünyan yadına düşür, nə axirətin, nə hacətin, nə kim yadına düşmür. O nəyin ləzzəti idi? Səbrin ləzzəti idi. Ən böyük məsti idi. Səbrin məsti. Nə qədər beyt şeirlər yazılıb ki, mən təəssüf ki, yaddaşımda şeir qalmır axır vaxtlar, əvvəl yaxşı qalırdı. İmam Hüseynin məstiyindən. Bunlar elə belə şairanə sözlər deyil, halının həqiqətidir. Mən ona görə də şairləri dəvət edirəm ki, Kərbəlanın ancaq müsibətindən yazmasın, məstiyindən yazsın, ləzzətindən yazsın. Səbrin ləzzətini vəsf eləsin ki, səbirdə nə qədər ləzzətlər var. Ləzzətini tərif eləsin. İmam Hüseyin səbir edirdi və səbri təəccübə gətirmişdi və səbri də tövsiyə edirdi hamıya. Səhabələrə deyirdi, mən görmüşəm, deyirdi, dayanmışdı meydanda, deyirdi, səbrən ya bənil kiram, səbr eləyin, ey kəramətli kişilərin övladları, az qalıb ki, siz Allahla görüşə gedirsiniz. Aşura gecəsinin ləzzəti nə qədər idi? Məst idilər hamısı, keyfdə idilər, deyib gülürdülər 30.000 qoşunun əhatəsində səbrin nəticəsi idi onlar hamısı. Həzzin əzim ki, Quran deyir, əzəmətli səbr orada idi.